dəfəki qonağımız Sumqayıtın rəmzinə çevrilmiş Sülh Göyərçini abidəsinin və eləcə də həmin şəhərdə ucaldılan İmadəddin Nəsimi heykəlinin iki müəlliflərindən biri, əməkdar rəssam mərhum Asim Quliyevin oğlu, rəssam və heykəltaraş Emin Quliyevdir. Mənim adım Emin Quliyevdir. Mən Bakı şəhərində anadan olmuşam, İçərişəhərdə və 6 nömrəli məktəb bitirmişəm. Ondan sonra Azim Azimzadə adına rəssamlıq məktəbinə daxil olmuşam. 6 ildə Tiflis Rəssamlıq Akademiyasında oxudum və 2 ildə SSR-in Rəssamlıq Akademiyasında, biz aspirantura onu deyirik, məşhur Omar İldarovun rəhbərliyi altında. Və 1991-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüyəm. Atasından ürək dolusu danışan Emin bəy deyir ki, onun bütün uşaqlığı Bakıda əməkdar rəssam mərhum Asim Quliyevin emalatxanasında keçib. Atam sənətkar olub, atam heykəltaraşdır. Əgər bilirsiniz, o iki heykəli Sumqayıtda bir dənə heykəl var. Biz Gold Mir onu deyirik. O Vagif Nazirovla bir yerdə işləyib. Və Sumqayıtda da Nəsimi heykəli var. Məşhur, yaxşı bir, çox gözəl heykəldir. Emin Quliyev ailəsi ilə bərabər 2006-cı ildə Amerika Birləşmiş Ştatlarının New York şəhərinə köç edib. Emin bəyin ömürgün yoldaşı Nərminə Ziyadlı, Qacarlar nəslindən olan Böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu hökmdarı Cavad xanın kötücəsidir. O hazırda Birləşmiş Millətlər Təşkilatının New Yorkdakı qərargah binasında çalışır. Onların Cavid və Teymur adlı iki övladı var. Onlar artıq 19 ildir ki, New York şəhərində yaşayırlar. Mən peşəkar heykəltaraşam və hələ Bakıda olarkən Möhtərəm Heydar Əliyevin 4 əsərini yaratmışam və hörmətli İlham Əliyevə də iki heykəli yaratmışam. Və onları tez-tez New Yorkda nümayiş etdirirəm. Və onlarla çox fəxr edirəm. Düzünü desəm, biz New York'a həyat yoldaşımın işi ilə əlaqədar gəlmişik. Əvvəlcə əlbəttə ki, mənim üçün asan olmadı, amma birazdan mən uşaqlarla dərs deməyə başladım və tələbələrlə Azərbaycan haqqında danışaraq özümü faydalı ola biləcəyimi hiss etdim. Emin Quliyev deyir ki, o New York'a gələndən sonra 3 il müstəqil rəssam heykəltaraş kimi öz şəxsi emalatxanasında yaradıcılıqla məşğul olub. Onun əsərləri New Yorkun qabaqcıl sənət mərkəzlərində sərgilənib. 6 sərgim olub. 2 də fərdi sərgim olmuşdu mənim burada. Emin Quliyev 2009-cu ildən bu yana həm yerlimiz Alyona Bədəlovanın ərsəyə gətirdiyi Mənim Yolum Uşaq və Gənclərin Yaradıcılıq və İnkişaf Mərkəzində heykəltaraşlıq və rəssamlıq üzrə sənət direktoru vəzifəsində çalışır. Bildiyiniz kimi mən tələbələrlə işləyirəm və çoxlu sərgilərdə iştirak edirəm. Məsələn, bu yaxınlarda Möhtərəm Heydar Əliyevin 100 illik yubileyində mən 3 heykəli nümayiş etdirmişəm. Və həmçinin Kolumbiya Universitetində diasporun təşkil etdiyi tədbirdə Xocalı fəciəsinə həsr olunmuş bir heykəli də nümayiş etdirilib. Mən müxtəlif janrlara üstünlük verirəm və heç vaxt hansısa bir usulun tərəfdarı deyiləm. Axı, sənətkar hər gün nəyisə yeni, təzə eləməlidir. İstənilən rəssamın üslubunda peşəkarlıq və məktəb hissi olmalı. Bilirsiniz, mən uşaqlarla işləyirəm və yəqin ona görə mən müxtəlif janrlara üstünlük verirəm.
İndiyədək Emin Quliyevin onlarla yetirməsi Amerika Birləşmiş Ştatlarının müxtəlif rəssamlıq məktəblərinə və ali təhsil ocaqlarına qəbul alıb. Ötən illər ərzində onun dünyanın müxtəlif ölkələrindən olan, eləcə də Amerikalı şagirdlərinin rəsmlərindən ibarət Mənim Qarabağdan keçən yolum adlı 2 albom işıq üzü görüb. Emin Quliyevin tələbələrinin heç biri heç vaxt ölkəmizdə olmasa da, onlar Azərbaycanın ən mühüm anlarını, tariximizin ən önəmli məqamlarını, mədəniyyət nümunələrini, abidələrini, təbiətini, Qarabağın və Şuşanın gözəlliklərini öz əsərlərində vəsf edirlər. Planlarımız da belədir. Biz sərgilər biz eləyəcəyik, təzə sərgilər eləyəcəyik. Uşaqlarla biz işləməliyik, mən bilirəm. Və doğma Azərbaycan üçün nə demək istəyirəm? Hər şey eləyəcəyik, əlimdən gələni eləyəcəyik. Azərbaycan çiçəkləsin və qabağa irəli getsin. Amerikaya sənət fəaliyyətini davam etdirmək üçün gəlmək istəyən gənclərə tövsiyə verən Emin Quliyev deyir ki, bütün çətinliklərə baxmayaraq, New York bir rəssamın özünü göstərməsi üçün ən güclü, ən nüfuzlu məkanlardan biridir. Təbii ki, New Yorkda rəssamların inkişafı üçün çox gözəl şərait var. Amma dünyanın hər tərəfdən bura rəssamlar gəlir və hər kəs üçün öz yerini tapmaq çox çətindir. Amma rəssamlar üçün şərait çox gözəldir New Yorkda. Azərbaycan üçün çox darıxdığını dilə gətirən Emin Quliyev hazırda yaxın gələcəkdə baş tutacaq fərdi sərgisinə hazırlaşır. Əlbəttə ki, darıxıram. Hər şey Azərbaycan üçün eləyirik burada. Bizim məqsədimiz Azərbaycan çiçəkləsin, qabağa irəli getsin və hər şey burada Azərbaycan üçün eləyirik. Məni izləyən bütün dostlarıma, bütün Azərbaycana salam deyirəm və yaşasın Azərbaycan, yaşa!